Ey pan türklər, bəs deyirdiniz İran, Ermənistan, Azərbaycan müharibəsində ermənilərə kömək eləyib. Bəs nəyə indi səsiniz çıxmır? İsrail Azərbaycan nefti ilə Təbrizi vurur. Hardasınız? Diliniz hara girib? Hansı yerinizdə? Yəni sizin vecibizə gəlmiş. Sizə sərf olanda danışırsınız, bülbül kimi cəhcəh vurursunuz. İsrail həmən neftlə Ərdoğanın göndərdiyi Azərbaycanın Ərdoğanın vasitəsilə getdiyi neftlə indi vurur Təbrizi, qardaşlarımızı vurur orada. Niyə susmusunuz? Niyə buna əl çalırsınız? Bəh-bəh, cəhcəh deyirsiniz. Növbə sizə çatacaq, heç sevinməyin. Heç də çox sevinməyin. Qonşunun evi yananda bir gün gəlib sənin evə çatacaq. Onun tüstüsü, istisi, hər şeyi. Söynün. Vaxtınız çatıb dostluğunuz İsraillə bir